Hər kəsə salam. Ümid edirəm sizdə hər şey yaxşıdır, sağlığınız, keyfiniz yerindədir. Mənim bu YouTube formatı yavaş-yavaş xoşuma gəlməyə başlayır. Çünki mənim tempimə çox uyğun gəlir. Mənim kimi izahatı sevən, rahat danışmağı sevən biri üçün üstəgəl də sanki burada bizim ünsiyyətimizdə daha çox yer var. Yəni daha çox mən izah edə bilirəm və siz daha çox faydalana bilərsiniz və sizi görməsəm də sanki elə bir ki, bir yerdə oturub söhbət eləyirik. Bugün hansı mövzu barəsində danışacağam? O insanlardan ki, o insanlar özlərinə istirahətə icazə vermirlər. Dincələ bilmirlər. Hətta dincəlmək adı ilə otursalar belə, harasa getsələr belə, hətta səyahətə getsələr belə, hətta o otpusk deyirlər də, o məzuniyyətə getsələr belə mütləq özlərinə hansısa bir iş tapıb görürlər. Mütləq bu iş mütləq faydalı olmalıdır. Mütləq nəsə oradan öyrənməlidir. Ya kiməsə fayda olmalıdır, ya özünə faydası olmalıdır. 5 dəqiqə məsəl üçün oturur, sразу yadına nəsə düşür. Qoy bunu da eləyim, qoy onu da eləyim, qoy onu da eləyim, qoy bunu da eləyim. Hər anından mütləq nə iləsə özünü məşğul edir. Yəni bu insanlar özlərinə dincəlməyə icazə verə bilmirlər. Bu insanlar dincələ bilmirlər. Bu insanlar yavaşlaya bilmirlər. Bu insanlar belə deyək də, əslində belə baxanda bu onların günahı deyil. Yəni bu o deməkdir ki, onların psixikaları birazdan deyəcəm, hansı səbəblərdən buna ona icazə vermir. Yəni əslində onlar istəyirlər bunu, çox istəyirlər. Sadəcə bunu bacara bilmirlər. Mütləq ki, hər 2-3 dəqiqədən sonra mütləq yenə nəsə etmək istəyi yaranır, o impuls yaranır və onlar başlayır yenə nə iləsə məşğul olmağa. Əslində bu mövzu niyə yadıma düşdü izah eləməyə? Bu yaxınlarda təsadüfən Instagramda bir reel qarşıma çıxdı. Orada xanım izah eləyirdi, belə deyək də etiraf eləyirdi ki, uzun sürən hədsiz çalışmalar, hədsiz belə deyək də ideal etmə istəyi onda sağlığı ilə bağlı problemlər yaşatmışdı və həmin o etiraf etmişdi ki, hal-hazırda sağlığı ilə bağlı problem yaşadır və etiraf diqqətimi çəkdi. Səhifəsinə girdim, baxdım və bayağı bir də çoxlu izləyicisi var. Və həqiqətən də videolarına baxanda mən biraz belə bir növ dəhşətə gəldim. Dəhşətə gəldim nə mənada? İnsani olaraq dəhşətə gəldim, amma psixoloq olmasaydım, bu sahədə bilgim olmasaydı, özüm təzəlikcə ana olmasaydım, onu keçməsəydim, mən də düşünərdim ki, wow, nə gözəl, nə gözəl, belə bir təəssürat yaradardı. Amma təəssüf ki, burada məndə çox böyük mərhəmət hissi yarandı. Çünki xanım deməli bir uşağı körpə uşağı olub, sonra körpə uşağından sonra ikinci körpə uşağı olub, yəni uşaq ana olubdu dünyaya gətirib. Ancaq buna baxmayaraq çox belə deyək də hədsiz şəkildə əsasən də Instagram üzərindən işləməyə başlayıb, reseptlərdən başlayıb, sonra nəsə produktlar bilmirəm da arxasına getmədim, amma gördüm ki, bayağı bir yol keçibdi və həmin videolarda da əsasən pozitivlik, qabağa getmə, məqsəd yönümlülük, çox gözəl pozitiv bir belə deyək də görünüşlər var idi və mənim diqqətimi çəkdi. Həqiqətən də 2 uşaq, körpə uşaq anası çox yorulur. Ümumiyyətlə uşaq dünyaya gətirmək, onun ilkin mərhələləri və üstəgəl onunla paralel olaraq bu qədər naqruzka həqiqətən də bunu görmək bir tərəfdən çox gözəl insan özünü reallaşdırır, amma digər tərəfdən də çox böyük mərhəmət hissi məndə yaratdı. Çünki bu həqiqətən də çox çətin bir şeydir və özünü bu qədər yükləmək, üstəgəl də belə bir mesajı, bu belə deyək də belə bir obrazı yaratmaq və bu obraza
bu obrazı dəstəkləmək və bu obrazın quluna çevrilmək belə deyək və axırda da orqanizm artıq dözməyib. Gəlin indi baxaq, yəni bu niyə səbəb oldu ki, mən bu barədə danışım, ümumiyyətlə bu barədə izahat verim. Gəlin baxaq elə bax bu insanlardan da niyə görə insan özünə dincəlməyə icazə vermir və yaxud da özünə yavaşlanmağa icazə vermir. Bu кейsdə məsəl üçün xanım deyirdi ki, o nəticələrdən çox asılıdır. Yəni həyatındakı nəticələr onu bəlirləyir inkişafda. Əgər nəticə göstərməsə özünü nə cürsə hiss eləyir. Bu da çox geniş yayılmışdır əslində. Yəni insan özünü nə cürsə inkişaf zamanı şəxsiyyət kimi tanımlayır. Və o tanımlamanı ömür boyu dəstəkləməyə çalışır. Elə görünən olubsa, elə qəbullanan olubsa, elə sevilən olubsa və yaxud da özünün var olduğunu elə hiss edirsə, bunu daima təsdiqləmək üçün çalışmağa başlayacaq. Əslində belə baxanda istənilən hər bir şey öz dozunda olanda heç bir problemi yoxdur. Problem onda yaranır ki, bu ancaq bir yol olur və bu ancaq bir yol hədsiz sərt bir belə deyək də ağqaraya çevrilir və ona görə də elastiklik olmadığına görə də insanın həyatına problemlər yarada bilir. Bax, problem onda yaranır ki, həmən elədiyin iş, hələn gördüyün hərəkət, həmən davranış, həmən psixikanın belə deyək də işləmə forması sənin həyatında artıq faydasından çox maneə yaratmağa başlayır. Sənin daxilində, sənin münasibətlərində, sənin işində. Birinci səbəb nədən ola bilər? Ona ola bilər ki, insan niyə görə özünə dincəlməyə, yavaşlamağa icazə vermir. Bu ona görə ki, çox vaxt insanlar düşünür ki, belə bir inanc var onlarda ki, mən istirahəti qazanmalıyam da. Bu yadınızdadır, sevgini qazanmaqdan danışmışdım. İnsanlar var ki, sevgini qazanmağa çalışırlar. Yəni onlar düşünür ki, onlar sadəcə olsalar, onları sevən olmayacaq. Yəni sevməyəcəklər, onları qəbul etməyəcəklər və ona görə də sevgini daima qazanmağa çalışırlar. Eləcə də bəzən elə eyni strategiyanı seçən insanlar da elə eyni insanlardır. Düşünürlər ki, onlar istirahətə layiq deyillər. Onlar sadəcə dincələ bilməzlər, sadəcə otura bilməzlər də. Onlar mütləq bunu oturmaq üçün, dincəlmək üçün ondan qabaq çox böyük iş görməlidirlər. Çox yorulmalıdırlar. Ondan sonra onların istirahətə belə deyək də haqları var. O da bilsin ki, bu kiçik yaşlardan gəlir. Onlara uşaqkən uşaq olmağa icazə verməyiblər. Dincəlməyə icazə verməyiblər. Nəsə hər dəfə nəsə etməli idilər. Hər dəfə nə cürsə kömək etməli idilər və ona görə də onlarda belə bir forma yaranıb, olma forması. İkinci, ondan ola bilər ki, bu utanc hissi ilə və yaxud da özünü günahlandırma hissi ilə əlaqədar ola bilər. Məsəl üçün, əgər mən heç nə eləməsəm, əgər mən yavaşlasam, əgər mən istirahət etsəm, utanıram, necə olur başqası edir, mən başqası fəaliyyətdədir, başqası iş görür, mən amma oturmuşam, yox, mən ola bilsin ki, onu utandırıblar, kimlənsə müqayisə ediblər və ya da utandırıblar buna görə və psixikada artıq o moment gələndə onda utanc hissi qalır və bu utanc hissi ilə baş etmək çətin gəlir, ona görə də durub nəsə iş görür və yaxud da özünü günahlandırma ola bilər də, ola bilsin ki, elə bir böyüklərlə böyüyüb ki, yəni valideyn fiquru ola bilər də bu təbii ki. Deyir ki, məsəl üçün sən necə istirahət edirsən, necə dincəlir, başbəkar otura bilirsən, bəs maman yorulubdur, maman əziyyət çəkir, papan əziyyət çəkir, bəs sən niyə filan şey eləməmsən, mənim yadıma gəlir uşaqlıqda, qabları niyə yumadın, evləri niyə yığışdırmadın, yəni boş-boş oturmaq olmazdı, mütləq nəsə iş görmək lazım idi, axı anan əziyyət çəkir, axı atan əziyyət çəkir, axı anan bacarmır. Yəni bu bir uşaq üçün çətindir təbii ki və o özünü günahkar hiss elədiyindən o hisslə başarma forması artıq hərəkətə keçmə forması. Ona görə də belə insanlar
boş oturan kimi və yaxud da bir balaca yavaşlayan kimi özlərini günahkar hiss edirlər ki, yox, mən necə boş otura bilərəm ki, filan kəsə filan şey lazımdır, bəhmən kəsə bəhmən şey lazımdır. Hərçənd ki, hazırda onu ondan istəyən yoxdur, ancaq onun psixikası hələ də köhnə belə deyək də davranış modeli ilə işləməyə başlayır. Sonra nə ola bilər? Perfeksionizm. Yəni hər şeyi ideal etmək istəyi, hər şeyi və bu da çox böyük illüziyadır təbii ki, insan hər şeydə ideal ola bilməz. Amma bu insanlar hər şeydə ideal olmağa çalışırlar. Bax, bayaq dediyim məsələdə, кейsdə də həm uşaq olub, həm uşağa baxmaq, həm bloqu aparmaq, həm nə bilim karyerada həmin vaxtı çox yüksək şəkildə enerji sərf etmək ki, inkişaf etmək, bu hər alanda ideal olmağa çalışmaq bu absurddur. Bu gecə tez insanı yanmaya gətirib çıxarda bilər. Çünki bu mümkün deyil. Əsasən də insanın həyatında o müəyyən müddətlər var ki, bir sahə daha çox diqqət tələb eləməyə başlayır. Məsəl üçün ola bilsin ki, sizin həyatınızda hazırda həqiqətən də karyeranızı qurma mərhələsindəsiz. Və həmən mərhələ sizdən çox böyük enerji tələb eləyir və o çox təbii ki, hansısa sahələr yavaşlayacaq. Ola bilsin sizin vaxtınız olmayacaq ki, ailənizə yetərincə istədiyiniz vaxtı maksimum ayıra biləsiniz. Ola bilsin ki, səhhətinizə istədiyiniz kimi vaxtı ayıra bilməsiniz. Çünki hədsiz enerji gedir həmən o hazırlıqlara, həmən o bilmirəm proyektə və sair və ilaxır. Bu bir müddətdir də. Ola bilsin ki, ana olmusunuz, hazırda bərpa dövründəsiz, uşağa belə deyək də qayğı göstərmə dövründəsiz və təbii ki, siz karyerada sürətli şəkildə inkişaf eləmək hər ikisini siz eləyə bilməyəcəksiniz. Təbii ki, eləyə biləcəksiniz, amma bu hansı belə deyək də nə bahasına başa gələcək. Çünki bu mümkün deyil ki, eyni anda iki stulda oturmaq. Və təbii ki, olar ki, həm ailəli, belə deyək də, həm ailəyə vaxt ayırmaq, həm işə vaxt ayırmaq, həm sağlamlığa vaxt ayırmaq, bu təbii ki olar. Amma məsələ nədə gedir? Məsələ hər şeydə ideal olmaqdan gedir. Yəni hər şeyi ideal şəkildə yerinə yetirməkdən gedir ki, bu da mümkün deyil. Mütləq ki, balans lazım olacaq. Yəni hər şeydə ideal olmaq mümkün deyil. Budur. Amma bu insanlar ideal olmağa çalışırlar. Hər şeyi hədsiz ideal etməyə çalışırlar. Həm uşaqlara ideal baxmağa çalışırlar, həm işi ideal aparmağa çalışırlar, həm özlərinə ideal görsənməyə vaxt sərf eləməyə istəyirlər. Və təbii ki, burada mümkün olmadığından çox böyük enerji sərf olunur. Hətta mən deyərdim ki, mən burada biraz dayanmaq istəyirəm. Bu ideallıqla bağlı. Bax, sosial şəbəkənin burada çox böyük rolu var. Rolu var nədə? Çünki sosial şəbəkə insanların məhz elə o hissəsini göstərir və o hissəsini göstərməyə imkan verir. Hansı insanlar ki, buna çalışır, hansı insanlar ki, bu obrazı dəstəkləməyə çalışır. Məsəl üçün, onlar Instagramda bunu gözəl dəstəkləyə bilirlər. Çünki Instagram insanın bütün həyatını göstərmir də. Instagram müəyyən bir reel, müəyyən bir saniyə, müəyyən bir şəkili göstərir, hansısa bir hissəsini göstərir, qalan hissəni göstərmir və əgər siz kiminsə səhifəsinə girirsinizsə, bu hansısa bir blogerdirsə, hansısa pərəstiş elədiyiniz şəxsdirsə və düşünürsünüzsə ki, onun idealdır, onun yaşamı və yaxud da münasibəti və yaxud da karyerası və s. və ilaxır. Niyə görə? Çünki siz onun ancaq mükəmməl hissəsini görürsünüz və o hissəni də dəstəkləyir. Və adətən insanlar, niyə görə, hansı insanlar onu daha çox dəstəkləyir? Mən elə burada niyə görə dayanmaq istədim? Məsəl üçün, tək o xanıma yox, xanıma qayğı üzərinə yox, niyə görə bu baş verir, yox. Həm də onun izləyiciləri, həm də ümumiyyətlə bu tip izləyicilər ki, ideallığa can atırlar. Bax, onlar da daima inkişafa can atırlar. Onlar belə insanları daha çox izləyirlər. Çünki onların nevrozunu dəstəkləyir də. Onları nəyə ki öyrəşiblər, belə olmalısan, mükəmməl olmalısan. Bax, filan kəs qapağa gedir. Bax, filan kəs hər şey necə olur ki, hamısını eləyir, sən də eləyə bilərsən. Bax, o nevrozu dəstəklədiyinə görə adətən o qrup insanlar da ona pərəstiş eləyir, onu izləyirlər.
Bu da çox normaldır əslində. Yəni insanın psixikası daha çox diqqət eləmisinizsə münasibətlərdə necə olur? İnsan hansı tip münasibəti görübsə, soyuq məsəl üçün tip münasibəti görübsə, o cür formalaşıbsa onda o cür insanları seçir və yaxud da şiddət göstərən insanları ilə bağlı sevgi təcrübəsi varsa, elə insanları qısqan edib seçir. Eləcə də bu sahədə də əgər insan özü çox hədsiz şəkildə perfeksionistdirsə, hədsiz şəkildə hər şeyi ideal eləməyə çalışırsa, elə insanları seçəcək, elə insanları izləyəcək, çünki o onun nevrozunu dəstəkləyir. Çünki bu şuuraltı baş verir. Ancaq mən burada nəyə toxunmaq istəyirəm? Məsələ odur ki, siz ona baxırsınız və o cür olmaq istəyirsiniz. Çox güman ki, insanlar var ki, baxır ki, bu necə olur ki, bax filan kəs məsəl üçün uşaq oldu, tez də formaya qayıtdı, tez də qarnı belə deyək də dümdüz oldu, uşaq olmuş. Amma mən hələ neçə aydır öz formama gələ bilməmişəm. Demək ki, məndə nəsə okey deyil. Və yaxud da necə olur, filan kəs filan uşaqla hər şeyi çatdıra bilir, balaca körpə uşaqla həm blogerlik edir, həm pul qazanır, həm bunu edir, amma mən səhər hələ güclə özümə gələ bilirəm. Məsəl üçün yuxudan dururam, mama oradan çıxır. Bəs o necə edə bilir? Yəni məsələ orasındadır ki, siz onun ancaq səhnə belə də ekran qarşısını görürsüz, ekranın arxasını görmürsüz. Bir ola bilsin ki, həqiqətən də o insan onu eləyir, amma nə bahasına eləyir? Yəni hansı enerji bahasına eləyir. Ola bilsin ki, yatmır, sizin üçün video çəkir. Yəni o nə vaxt qalırsa, yəni öz sağlamlığı hesabına da belə deyək, özünə ziyan hesabına ondan gözləniləni dəstəkləmək üçün və yaxud da ola bilsin ki, həmən insanın sadəcə şəraiti başqadır. Məsəl üçün, həmən insanın dayəsi var, səhər dayə gəlir, evini yığışdıran insan gəlir və onun üçün o alanları boşaldırlar və onun rahat vaxtı var ki, o da vaxt sərf eləsin, nəsə etsin bunun üçün. Amma sizdə o yoxdur. Amma siz özünüzü ondan müqayisə edirsiniz ki, necə olur ki, filan kəsdə də var, mənim də tutalım körpə uşağım var, o necə olur ki, onu bacarır, mən bacarır. Demək ki, məndə nəsə yox, mən ona çalışmalıyım və siz də bax o nevrozunuzu belə deyək, dəstəkləməyə çalışırsınız, əsəbləşirsiniz özünüzə, nəyəsə çalışırsınız. Hərçənd ki, bu sadəcə illüziyadır. Instagramın yaratdığı, sosial şəbəkələrin yaratdığı illüziyadır ki, bu mümkün deyil. Bu sadəcə müəyyən bir hissədir. Yəni siz onun həyatından müəyyən bir dəqiqəlik görürsüz, onun arxasını görmürsünüz. Bilmirsiniz o insan orada nələr keçirdir, nə bahasını edir, necə edir. Ona görə də bax burada istərdim ki, öz qayğınıza qalasınız. Ümumiyyətlə gözəl şəkilləri görəndə, gözəl paylaşımları görəndə çox gözəl ilhamlanırsınız, baxırsınız. Ancaq eyni zamanda da öz qayğınıza qalasınız ki, bu hələ onun tam həyatı deyil. Bu o demək deyil ki, sizdə nəsə okey deyil. Hər bir insanın şəraiti fərqlidir, hər bir insanın yaşadığı fərqlidir, əhatəsi fərqlidir, mühiti fərqlidir. Ona görə də biz hamını bir şeyə qoya bilmərik. Hətta biz sessiyalarda belə iki insan eyni problemlə gəlsə belə, o insanları araşdıranda onlarda tamam fərqli şeylər çıxa bilər. Niyə? Çünki onun iki ayrı insandır, iki ayrı təcrübədir, iki ayrı mühitdir, iki ayrı yetişdirilmə formasıdır. Problem eyni ola bilər. Belə, bu da ondan irəli gələ bilər ki, perfeksionizm imkan vermir. İnsan bax belə illüziyanı dəstəkləyir. Ona görə də bu da yanmaya gətirib çıxarda bilir. İnsan ideal ola bilməz hər şeydə. Və ola bilsin ki, insanlarda belə bir şey də var. Faydanı itirmə qorxusu da qorxur ki, əgər mən yavaşlasam, əgər mən dincəlsəm bir müddət, başqaları tez qabağa gedəcək, başqaları uğur qazanacaq, mən qalacam, tutalım hansı sahə ilə bağlı narahat olursa. Bu da təşviş yaradır insanlarda. Bu da çox vaxt müqayisədən irəli gəlir. Yəni insan özünü başqaları ilə müqayisə etməyə öyrəşir və ya da onu müqayisə ediblər daima və onun psixikası daima nəyəsə görə kiməsə əsasəndir. Belə deyək də, nəsə iş görəndə və o düşür ki, yox, o daima qabaqda olmalıdır, daima nəticə verməlidir. Çünki ondan gözlənti həmişə böyük olubdur. Ona görə o insan
başqa cür bilmir, başqa cür eləyə bilmir. Bu təşviş ona pis hiss elətdirir və ona görə də daim başlayır nəsə etməyə, çalışmağa o təşvişdən. Başqa nə ola bilər? Başqa bir səbəb də var. Mən hətta deyərdim ki, önəmli səbəblərdən də biri budur. İnsan nəyə görə daima nəyəsə çalışır, nəsə iş görməyə çalışır. Özünə, özü ilə olmağa, belə deyək də, sakin qalmağa imkan vermir. Bu da ola bilirsin ki, insanın başqa narahatçılıqları var. Məsəl üçün, münasibətində narahatçılığı var və yaxud da sağlığı ilə bağlı hansısa narahatçılığı var və yaxud da hansısa itkisi var, yaşamadığı kədəri var və s. və ilaxır. Hansısa narahatçılıq var və insan o narahatçılıqla üzləşmək istəmir. O narahatçılıqla üzləşmək ona çətin gəlir, qorxulu gəlir, kədərli gəlir. Onunla qaçmaqdan ötürü, çünki əgər işi götürsək ondan, gördüyü işləri götürsək, onunla üzləşəcək və onunla üzləşmək ona ağrı gəlir. Ona görə də o insan özünü hədsiz şəkildə işlə yükləməyə başlayır. Təbii ki, insanın başı qarışıq olanda insan o narahatçılıqlarını düşünmür. Nə vaxt ki, artıq oturdu, belə deyək də, sakin oturdu, dincəlməyə başladı, artıq ona o fikirlər, o hisslər gəlməyə başlayır. Ona görə də bu da ondan, belə deyək, bir növ qaçış formasıdır. Ancaq özünə icazə verməmək, yavaşlamaq, özünə dincəlməyə icazə verməmək nəyə gətirə bilər? Ona gətirə bilər ki, insan emosional yana bilər də. Ruslar emosional выгорание deyirlər buna. Emosional yanmağa gətirə bilər. Artıq insan heç bir şey istəməyə bilər. O dərəcədə bədən artıq, psixika artıq dözməyə bilər və yaxud da bədən çox vaxt buna reaksiya verir. Yəni o insan ki, özünə icazə vermir dincəlməyi, artıq bədən hansısa xəstəliklə ona məcbur edir ki, o dursun. Hətta bəzi insanlar var ki, özlərinə icazə vermədiklərinə görə hansısa xəstələnirlər, sanki o xəstəliklə bir növ bəhanədir ki, onlar dincələ bilsinlər. Yəni o dərəcədə onlar özlərinə icazə vermirlər onu. Yəni fərqli bax sadaladığım narahatçılıqlardan, təşvişlərdən, psixikanın belə deyək də nə vaxtsa öyrəşmiş reallaşma formasından bax beləcə ancaq belə ən son halda beləcə xəstəliklə artıq ona dur deməyə başlayır. Artıq bədən artıq qışqırmağa başlayır ki, dur, dur, yavaşı. Ona görə də nə ola bilər sonra? Yuxu problemləri ola bilər. İnsan yuxu ilə bağlı problemləri çıxa bilər. İnsan əgər dincəlməyə özünü necə hədsiz özünü yükləyirsə və özür istəyirəm və ola bilsin ki, olur insan yaddaşla bağlı problem yaşaya bilər. Yadından çıxa bilər artıq, tupeydə olur insan ki, mən neyləməliydim, o dərəcədə artıq yüklənir ki, artıq beyin nə deyirlər ona Azərbaycan dilində? Tupeyid. Nəysə, beyin artıq belə deyək də dözmür. Artıq başlayır işləməyə də, nəsə yaddan çıxmağa, nəsə gördüyün işi də əvvəl rahat görürdünsə, indi görsən ki, səhv eləməyə başlayırsan, belə deyək də, düzgün çıxsın. Belə, ona görə də ümid edirəm ki, bu səbəblər, baxın, hansı səbəblər sizdə var. Çox vaxt olur ki, bir neçəsi olur bir insanda, bu da çox normaldır. Adətən bu qrup insanlarda bu şeylərin çoxusu olur. Baxın, görün sizdə hansı səbəblərdir, siz necə olur ki, özünüzə icazə vermirsiniz və bunun çıxış yolunu soruşsanız necə ola bilər? Çıxış yolu çox vaxt psixoterapiyadan keçir. Bunu ona görə demirəm ki, mən psixoloqam. Bunu ona görə deyirəm ki, psixika başqa insanla ünsiyyətdə
özünü göstərməyə başlayır və bu insan əgər terapevtik ünsiyyətdirsə, bu daha çox mən bir nümunə gətirim. Məndə məsəl üçün olur ki, sessiyalarda əsasən də belə tip insanlarla, yəni nəsə etməyə daima, nəsə etməyə çalışan insanlarla pauza verəndə bu insanlar pauzaya məsəl üçün sessiya zamanı dözə bilmirlər və yaxud da sadəcə susa bilmirlər də və yaxud da sadəcə heç nə etmədən dayana bilmirlər. Sessiya vaxtı da nəsə etməyə çalışırlar və mən onlara pauza verəndə və orada hisslər qalxır və biz o hisslərlə işləməyə başlayırıq. Hansı ümumiyyətlə nə onlara mane olur ki, sadəcə dayansınlar və yaxud da sadəcə sussunlar və yaxud da sadəcə heç nə etməməyə çalışsınlar və orada o ən dərin səbəblər üzə çıxmağa başlayır və insan o hisslərdən artıq görünən olmağa başlayır başqa insana, onu görən insana və o hissləri yaşamağa başlayır. Təbii ki, bu birdən-birə olan bir şey deyil. Yəni insan bununla yaşamağa öyrəşib, bununla bütün həyatı boyu nə cürsə ona kömək olub ki, psixika nə cürsə sağ qalsın. Ancaq hissə yavaş-yavaş insanın hisslərinə qaytarmaqla, o təşvişini belə deyək də, təşvişi ilə üzləşdikcə, o utanc hissi ilə, günahkarlıq hissi ilə, qorxu hissi ilə və sair hansı səbəbdirsə, ondan sonra insanda yavaş-yavaş bir növ şəfalanma getməyə başlayır. Artıq insan yavaş-yavaş biraz, az özünə yavaşımağa icazə verir və görür ki, dünya onun yavaşıması ilə dağılmır. Onun yavaşıması ilə heç nə baş vermir. O kontrol yadımdan çıxdı demək. Bu çox vaxt da kontrol deməkdə insan hər şeyi özü görür. Beləcə kontrolda saxlayır. O düşünür ki, əgər mən etməsəm kontrol itirəcəm. Kontrol itirmək isə o insan üçün çox təhlükəlidir. Ola bilsin ki, bu çox vaxt disfunksional ailədə böyüyən uşaqlarda olur. Yəni o uşaqlar da ailədə daim xaos olduğuna görə onlar nə cürsə vəziyyəti kontrolda saxlamaq, psixika nə cürsə vəziyyəti kontrolda saxlamaq üçün bu cür yol seçə bilər. Nəsə etmək, nəsə çalışmaq, nəsə həll etmək və ona görə də onlara heç nə etməmək və sadəcə dayanmaq təşvişli gəlir və onlar beləcə kontrolu itirmiş hesab edirlər. Və zamanla artıq psixika yeni təcrübə öyrənməyə başlayır ki, yox, kontrolu az itirəndə dünya dağılmır və biz artıq keçmişdə deyilik, biz artıq indidəyik. Artıq keçmiş indini idarə etməməyə başlayır. Bu qədər. Əgər sizə dediklərim tanış gəlirsə, sizdə necədirsə, kommentdə mənlə bölüşə bilərsiniz. Siz necə edirsiniz, dincələ bilirsinizmi, nə sizə mane olur dincəlməməyə, siz özünüzü necə hiss edirsiniz, hansı vəziyyətə gətirib çıxardırsınız, dincələndə nə edirsiniz məsəl üçün, mənimlə bölüşə bilərsiniz. Hələlik isə bu qədər. Özünüzə yaxşı baxın, özünüzə qayğı ilə baxın.